Erməni kilsəsinin İşlər İdarəsinin rəhbəri arxiyepiskop Arşak Xaçatıryana aid olduğu iddia edilən intim video yayılıb. Arxiyepiskop Telegram kanalında yayılan videonun ona aid olduğunu təkzib eləyərək uydurmalara və qarayaxmaya reaksiya vermək niyyətində olmadığını deyib. Xaçatıryan artıq silinmiş videonun arxasında hökumətin dayandığını, bunun kilsəni gözdən salınmasına yönəldiyini bildirib. Müxalifət də hökumətdən tələb eləyib ki, məsələ ətraflı araşdırılsın və şəxsi həyata müdaxilə edənlər cəzalandırılsın. Cinayət işinin açılması üçün prokurorluğa arxiyepiskopun özü yox, məlumatlı vətəndaşlar birliyi adında təşkilat müraciət eləyib. Baş nazir Nikol Paşinyanın ofisindən bu işlə bağlılıqların olması haqqında ittihamları rədd eləyiblər. Ədliyyə naziri isə deyib ki, şəxsi həyata istənilən müdaxilə yol verilməzdir. Arxiyepiskop Arşak Xaçatıryan erməni kilsəsinin başqa rəhbər şəxsləri kimi Paşinyanı sərt tənqid edənlərdəndir. Bundan öncə iyun ayında kilsə ilə münasibətləri tarıma çəkilən baş nazir onu əxlaqsızlıqla günahlandırmış və vəzifədən istefa verməsini tələb etmişdi. Paşinyan Katolikosu da nikahsızlıq andını pozmaqda istefaya getməyə çağırmışdı. Erməni kilsəsinin qaydalarına görə kilsənin rəhbər şəxsləri sıravi keşişlərdən fərqli olaraq ailə qura, övlad sahibi ola bilməzlər. Baş nazirlə kilsənin münasibətləri 44 günlük müharibədən sonra pozulmuş, müxalifət kimi kilsənin rəhbərliyi də Paşinyanı məğlubiyyətə görə istefa verməyə çağırmışdı.